Salam dəyərli müəllimlər, salam əziz abituriyentlər. Biz sizlərlə keçən dərsimizdə Köppen-Geiger iqlim təsnifatının ümumi izahını verməyə çalışdıq və A qrupuna daxil olan tropik iqlim qrupu haqqında geniş və ətraflı izah verdik. Bugünkü videomuzda isə artıq bu təsnifata daxil olan biz B qrupu, yəni quraq iqlim barədə məlumatları diqqətinizə çatdıracaq. Yadınıza gəlirsə, biz keçən dərsimizdə də qeyd elədik ki, Köppen-Geiger iqlim təsnifatında hərflərin xüsusi kodların, yəni hərf kodlarının oxunma qaydası var idi. Hansı ki, biz burada başda olan böyük hərflər ki var idi, A, B, C, D, E, əsas iqlim qrupları kimi qiymətləndirdik. İkinci hərfləri təbii ki, W, S böyük hərflərlə və F, S, W, M kiçik hərflərlə yağıntı rejimini qiymətləndirdik. Burada görürsünüz yağıntı rejimi. Və biz növbəti hərflərlə, üçüncü hərflərlə isə təbii ki, temperatur şəraitini fərqləndirmiş olduq. Bu əlamətlərə görə biz Köppen-Geiger iqlim təsnifatında bugünkü gün B qrupuna aid olan, gördüyünüz kimi, baxın bu hissədə bizə verilmiş ərazidə qeyd olunmuş B qrupu, yəni quraq iqlimə malik olan ərazilərin xüsusiyyətlərinə baxacaq. Yəni bunlar hansılardır? BWK, yəni quraq iqlimin səhra tipinin soyuq formasına, BWH, quraq iqlimin səhra tipinin isti formasına, BSK, quraq iqlimin çöl zonasının soyuq formasına və BSH, quraq iqlimin çöl zonasının isti formasına diqqət yetirəcək. Ümumiyyətlə, B qrupuna nəzər yetirdikdə, burada əsas məsələ iqlimin quraq olması olduğu üçün biz buna latınca aridus, yəni quru mənanı verəcək. İndi biz keçək növbəti xəritəmizdə buna nəzər yetirək, görək söhbət hansı iqlimdən gedirdi. Gəlin baxaq. Deməli, bizim qarşımızda artıq açıldı. Siz rəng salarlarından da aydın şəkildə bunu görə bilərsiniz. İndi birinci ümumi məlumatı verməyə çalışaq. Yəni arid, quraq iqlimlə bağlı gördüyümüz kimi arid, yəni nə oldu yoldaşlar? Quraq iqlim. Burada ümumilikdə tropik enliklərə yaxın ərazilərdə formalaşdığı üçün yüksək hava temperaturu, sutka ərzində temperaturun kəskin dəyişməsi və çox az yağıntı, belə deyək, ildə təxminən 100-150 mm-ə qədər yağıntı biz deyəcəyik ki, burada qiymətləndirilir və ya ümumiyyətlə yağıntının olmaması ilə xarakterizə olunduğu üçün quru iqlim tipi adını verdik bura. Arid dövrlərdə, səhralarda, eyni zamanda yarım səhralarda və buzlaşmadan kənar ərazilərdə iqlimin güclü quruma mərhələsini müşahidə etmək mümkündür. Bu iqlimdə ümumilikdə desək, düşən rütubət çox sürətlə buxarlanır. Daha rütubətli ərazilərdən səhralara daxil olan çaylarda əsasən dayazlaşma, çox vaxt isə quruma prosesi və ya axarsız göllərə tökülərək duzlu göllərin formalaşması ilə nəticələnən qapalı hövzələrin yaranması ilə başa çatır. Yəni ki, həmin ərazilərdə göllər axarsız və şorsuz olur. Səhra bölgələri üçün əsas səciyyəvi xüsusiyyətlərdən biri də ondan ibarətdir ki, burada açıq torpaq səthi olduğu üçün gün ərzində temperatur kəskin dəyişir. Bunun nəticəsində də bilirsiniz ki, intensiv fiziki aşınma baş verir və hətta bərk süxurlar parçalanır və quma çevrilir. Bu bölgələr üçün səciyyəvi digər bir xüsusiyyət də ondan ibarətdir ki, yüksək təzyiq fərqi olduğu üçün güclü küləklər əsir, quru qum kütlələri hansı ki, asanlıqla bir yerdən başqa yerə külək vasitəsilə daşınır və bu zaman barxanlar və qum düyünləri, yəni qum təpələri kimi dalğavari relyef formaları yaranır. Xüsusən də biz bunu böyük səhrada və digər səhralarda aydın görə bilərik. Arid iqlim şəraiti olduğu üçün bitki örtünün inkişafı çətinləşir və kənd təsərrüfatı isə yalnız süni suvarma tətbiq etməklə mümkündür. Məsələn, bugün İran körfəzi, ərəb ölkələri bunu həyata keçirirlər.
Yoldaşlar, yarım səhra və ya səhralaşmış çöl iqlimi də, yəni arid, quraq iqlim şəraitində formalaşan təbii landşaft tiplərindən biri hesab olunur. Yəni yarım səhralar üçün də biz baxanda Azərbaycanda da, görürsüz Piriney yarımadasında da, ABŞ ərazisində də, Argentina ərazisində də, Avstraliyanın cənub hissələrində də və ya belə deyək də Çin şimal hissələrində, Monqolistan bölgəsində də həmin ərazilərdə biz nəyə şahidlik edirik? Yarım səhralar meşələrin olmaması, özünə məxsus bitki örtüyü və torpaq xüsusiyyətlərlə seçilir. Hansı ki, bu ərazilərdə həm çöl, həm də səhra landşaftının elementlərini müşahidə etmək olur. İndi gəldik nəyə? Biz bilirik ki, yarım səhralar özləri də iki tipə bölünür. Biz burada görəcəyik B, C, H. Baxın, buranı görürsünüz. Buna biz deyəcəyik isti yarım səhra iqlimi, isti yarım səhra iqlimi və yoldaşlar BSK gördüyünüz kimi baxın bu. Buna biz deyəcəyik soyuq yarım səhra iqlimi. Soyuq yarım səhra iqlimi. Və isti yarım səhra iqlimi daha çox, yəni BSH uyğun gələcək tropik və subtropik iqlim qurşaqlarına. Amma soyuq yarım səhra iqlimi isə mülayim iqlim qurşağında müşahidə olunacaq. Yarım səhra təbii zonalar arasında keçid zonası təşkil edir. Yəni təbii zonalar arasında keçid təşkil edir. Adətən şimal yarımkürəsində həmin o yarım səhralar çöl zonası ilə keçid təşkil edir. Cənub yarımkürəsində isə səhra zonası ilə keçid təşkil edir. Ümumilikdə biz B qrupunun xüsusiyyətlərinə baxsaq, yəni quraq iqliminin ümumi xüsusiyyətlərinə baxsaq, ən az bir ayın orta temperaturu 10 C-dən yuxarı olur. Ən azı bir ayın. Bu qrup üçün yağıntı çox az olması və ya ümumiyyətlə olmaması xarakterikdir. Hansı ki, bu iqlimdə buxarlanma və transpirasiya illik yağıntının miqdarını üstələyir. Yoldaşlar, burada ən vacib məsələlərdən biri B qrupunda təbii ki, digərlərində, yəni səhra tiplərində müəyyən eləməkdir. BWH, burada gördüyünüz kimi, nəyi bildirir? Mən bunu aşağıdan qeyd edəcəm. Deməli, bu isti səhra iqlimini bildirir. İsti səhra. BWK isə, təbii ki, biz deyəcəyik, bu bildirir yoldaşlar, soyuq səhra iqlimi. Soyuq səhra. Deməli, bizim gözümüzün qabağında quraq iqlimdə bir səhra, bir də yarım səhralar formalaşdı. İsti səhralar, soyuq səhralar, isti yarım səhralar və soyuq yarım səhralar. İndi, isti səhra və ya isti çöl iqlimi əsasən hansı əraziləri əhatə edir? Gəlin bir-bir sırayla gedək. BWH, yəni isti səhra iqlimi. Bilirsiniz, B quraqlıq, W bilirsiniz səhra və H hot, yəni istini bildirir. İsti səhra iqlimi əsasən formalaşıb Saharada, yəni böyük səhrada, burada görürsünüz yoldaşlar. Eyni zamanda Ön Asiyada, yəni Ərəbistan yarımadası görə bilirsiniz. Avstraliyanın daxili hissələrində, Afrikanın cənubunda, Namibiya və Kalahari səhralarında gördünüz. Somalidə, buyurun baxın, Soyuq okean cərəyanının təsiri də var təbii ki. Meksikanın Chihuahua səhrasında, yəni baxın bu hissələrdə və ABŞ-da, baxın burada Sonor səhrasında biz bunu müşahidə elədik. Gəldik soyuq səhra iqlim tipinə, yəni bunun müşahidə olunduğu ərazilərə gəlin nəzər yetirək. Soyuq səhra iqliminə isə BWK ilə işarələnmiş biz haranı görəcəyik. Rəngindən də siz seçə bilərsiniz. Soyuq səhra iqlimi əsasən formalaşıb harda? Mərkəzi Asiyada, buyurun baxın. Bu bölgəni siz gördünüz. Ardınca Çin və Qobi, yəni Çinin şimalı və Qobi yaylası. Üzr istəyirəm, bax Mərkəzi Asiya bu hissə. Bura Çinin şimalı və Qobi yaylası oldu. Cənubi Amerikada Atakama və baxın bu hissə Atakama və Patagoniya bölgəsi və ABŞ-ın mərkəzi ştatları. Yəni bura baxa bilərsiniz. Bu qayalı və sahil sıra dağlar arasında qalan əraziləri əhatə elədi. İndi mən sizə müəyyən şəhərlər göstərmək istəyirəm ki, bunların olduğu
yəni şəhərlərin olduğu yerləri demək istəyirəm. Birincisi təbii ki BWH, isti səhraya düşən şəhərlər, Şimali Amerikada ABŞ-ə məxsus olan, baxın bu Sonora səhrası yaxınlığında Phoenix şəhəri və Las Vegas şəhərləri. Meksikada isə biz deyə bilərik ki, Hermosilya şəhərini misal göstərmək olar. Cənubi Amerikada isti səhralar, Peruda biz baxın burada Lima şəhərinin adını çəkə bilərik. Peruda Lima şəhəri, mən bunu göy rəngdə göstərəcəm. Baxın burada müşahidə edə bilərik. Afrikada, Cənubi Afrika Respublikasında Upington şəhəri isti səhrada. Eyni zamanda Liviyada deyə bilərik ki, Əl-Əziziyyə şəhəri, Misirdə Qahirə və İskəndəriyyə şəhərləri, Sudanda Xartum şəhəri, Cibutidə təbii ki, baxın burada Cibuti şəhəri, Mavritaniyada Nuakşot şəhəri, Malidə mərkəzi hissədə Timbuktu şəhəri, İspaniyada Almeriya, yəni o Aralıq dənizi sahillərindədir, cənub hissədədir. Las Palmas de Kanariya şəhərləri, İraqda Bağdad şəhəri, bundan əlavə İsraildə Eylat şəhəri, Pakistanda Kəraçi şəhəri, Qətərdə İran körfəzində Doha şəhəri, Səudi Ərəbistanda Ər-Riyad şəhəri, Səudi Ərəbistanda Məkkə şəhəri, Küveytdə Əl-Küveyt şəhəri və Birləşmiş Ərəb Əmirliklərində Dubay şəhəri və Omanda biz deyəcəyik ki, Məskət şəhərləri, hansı ki bu şəhərlər müvafiq olaraq isti səhra iqlim vilayətində yerləşirlər. Amma BWK, yəni soyuq səhrada yerləşənlər haradır? Şimali Amerikada biz bunu daha çox müşahidə edəcəyik. Amerika Birləşmiş Ştatlarında El Paso şəhərində, Afrikada, Namibiyada Walfish Bay şəhərində, baxın bu hissədə, Namibiya ərazisində Walfish Bay, yəni cənuba doğru gəlir, baxın burada sahildə. Sonra Asiyada, Türkmənistanda Aşqabad şəhərində, Asiyada, Özbəkistanda Qaraqalpaqın mərkəzi Nukus şəhərində, Qazaxstanda Aralsk şəhərində, yəni Aral göl ətrafı Özbəkistana yaxın, Suriyada Dəməşq şəhərində, yəni Suriyanın təbii ki Dəməşq şəhəri daxilində, paytaxtda, Asiyada Hindistanda Lex şəhərində, bundan əlavə biz Asiyada Çində Turfanda, yəni biz bunu misal göstərə bilərik ki, bu bölgələrdə soyuq səhra iqlimi formalaşır. Yoldaşlar, gəlirik nəyə? BSH-a, yəni isti yarım səhra iqliminə. Mən indi bunların yenə əvvəldən müəyyən qədər izahlarını verməyə çalışacağım, sonra şəhərləri göstərəcəm sizə. Yoldaşlar, bilirsiniz ki, quraq iqlim üçün xüsusiyyətləri bir qismi də bundan ibarətdir ki, bu iqlim şəraitində tropik və ya tropikə yaxın enliklərdə materiklərin qərb sahilində tez-tez duman və alçaq buludlar səciyyələnən səhra ərazilərində faktiki yağıntı çox azdır. Lakin burada tez-tez dumanlı iqlim müşahidə olunur. Xüsusən Atakama səhrasında, bu 9-cu sinif kitablarında da məlumat var idi. Duman tutan qurğular sistemi. Ona görə də bəzən bizdə səhra tiplərində BWN kimi də işarələnmələr müşahidə olunur. BWN-in mənasını mən sizə izah edeyim. BWN kimi işarələnmələr olduqda N burada tez-tez dumanın olduğunu bildirir. Bu kodlaşmada N hərfi ümumiyyətlə yoxdur. Bunu yadda saxlayın. Bu dumanlı hava şəraitinin formalaşmasını qeyd edir. Eyni qaydada həmçinin BSN üçün səciyyəvidir. Yəni bu kateqoriyada da dumanlı sahil stepləri, yəni çöl zonaları, yarı quraq sahələri göstərir. Yoldaşlar, BW, yəni arid səhra iqlimi, səhra iqlimi və ya arid iqlim, quraq iqlimin elə bir yarım tipidir ki, burada bayaq da dediyimiz kimi buxarlanma yağıntının miqdarını xeyli üstələyir. Bu iqlimdə səthlər adətən çılpaq, qayalı və qumluqlu olur və torpaq çox az rütubət saxlayır və yağan az miqdardakı yağıntı qısa müddətdə buxarlanır. Səhra iqlimləri yer kürəsində quru sahənin təxminən 14,2%-ni əhatə edir. Yəni bu hər iki səhra iqlim tipi 14,2% ərazisini əhatə edir. Bunu da yadda saxlayaq. Və qütb iqlimindən sonra, yəni qütblərdən sonra yer kürəsində ən geniş yayılmış ikinci iqlim tipidir. Səhra iqliminin əsas növləri dedik ki, BWH, yəni isti səhra, BWK soyuq səhralardır.
Bu iki yarım tipin bir-birindən ayırmaq üçün ən vacib məsələni mən sizə deyirəm. Bu iki yarım tipi bir-birindən ayırmaqdan ötəri yoldaşlar, sizlər bir şey yadda saxlamalısınız ki, orta illik temperatur əgər 18 Selsidən çoxdursa, bu zaman isti səhra iqlimi hesab olunur. Orta illik temperatur yoldaşlar 18 Selsidən əgər azdırsa, bu zaman iqlim soyuq səhra iqlimi hesab olunur. Səhra iqlimlərinin əksəriyyətinin illik yağıntıların miqdarı dedik 100-150, bəzi hallarda minimal olaraq 25-dən maksimal 200 mm-ə qədər ola bilər. Lakin bir-iki dənə istisna məntəqə var. Bura haradır? Mərkəzi Avstraliya, yəni gördüyünüz baxın bu hissələr, Alice Springs şəhərləri falan. Eyni zamanda sahil adlandırılan bölgələr var ki, baxın burada subekvatorialla qonşu sərhədlər Afrikada və bir də Guajira yarımadası, yəni Guajira yarımadası, baxın burada işarəsindən də görürsünüz. Mən bunu biraz yaxınlaşdırıb böyütmək istəyirəm ki, siz bunu daha aydın görəsiniz. Baxın, bu hissədədir Guajira yarımadası, hansı ki, bura Karib dənizi ilə Venezuela körfəzi arasında Kolumbiyaya məxsus bir bölgədir. Burada potensial buxarlanmanın son dərəcə yüksək olması səbəbindən illik yağıntı təqribən 430 millimetrə qədər olsa da, həmin ərazilərdə yenə də arid, yəni BW iqlimi formalaşır. Gəlirik nəyə? İsti səhra iqlimi ilə bağlı digər xüsusiyyətləri diqqətinizə çatdırım. İsti səhra iqlimi adətən subtropik yüksək təzyiq qurşaqlarının təsiri altında aşağı və ya orta enliklərdə, subtropiklərdə əsasən də 20 və 33 şimal və cənub enlikləri arasındadır. Yəni 20 ilə 33-cü enliklərin arasında, cənubda da eyni qayda. Bu ərazilərdə enən sabit hava axınları və atmosferin yuxarı qatlarında hökm sürən yüksək təzyiq buludların yaranmasına mane olur. Ona görə də burada güclü günəş şüalanması, çox yüksək temperatur və son dərəcə quraq hava şəraiti formalaşdırır. BWH, yəni isti səhra iqliminin yayıldığı əraziləri bayaq da qeyd elədim. İndi bir daha sizin diqqətinizə çatdırıram. Şimali Afrikanın böyük bir hissəsi oldu. Cənub-Qərbi Asiya bölgəsi oldu. Hindistan yarımadasının baxın, şimali-qərbi hissələri oldu. Afrikanın cənub-qərbi hissəsi oldu. Avstraliyanın daxili hissələri oldu. ABŞ-ın cənubi-qərbi hissələri oldu. Meksikanın şimalı oldu. Peru və Çilinin sakit okean sahilləri, buyurun baxın, Peru və Çilinin sakit okean sahilində müəyyən qədər hissə. Eyni zamanda İspaniyanın cənub-şərqi, baxın bu çox maraqlı bir faktdır. Əvvəllər biz bunu qeyd eləmirdik. Görürsünüz, Avropa qitəsində də artıq səhra, iqlim biz vilayətindən danışacağıq. Müəyyən ərazilər mövcuddur. Beləliklə, isti səhra iqlimi Antarktidadan başqa, yəni isti səhra, söhbət BH, Antarktidada istisna hər yerdə var. Bir dənə istisna hara oldu yoldaşlar? Qitə olaraq istisna Antarktida. Qalan hər yerdə təbii ki mövcuddur. Bu çox vacib bir faktdır. Günəş şüalarının daha dik düşdüyü dövrlər ki var, hansı ki bunlarda yay ayları, şimalda iyun, avqust, cənubda dekabr, yanvar, fevral. Burada çox güclü istilər və quraqlıq hökm sürür. Ən isti ayın orta temperaturları adətən 29-35 Selsi arasında dəyişir. Günorta saatlarında isə bəzi hallarda sutqa ərzində temperatur 43-46 Selsiyə qədər çatması olduqca geniş yayılıb. BWK dediyimiz soyuq səhrada vəziyyət belədir ki, soyuq səhra iqlimi adətən isti, bəzi hallarda mülayim hava şəraiti formalaşdırır. Quraq yay və soyuq quraq qış ilə xarakterizə olunur. Yay mövsümü isti keçsə də temperatur isti səhra iqlimində olduğu qədər çox yüksək olunur. Bu iqlim tipi ilə bağlı onu deyə bilərik ki, qar yağışı nadir hallarda müşahidə olunur. Bunlar haraları əhatə elədi? Gəlin baxaq. Bayaq dedik, Çinin şimal hissələri, yaşıl rəngdə mən onları göstərdim. Çinin şimal hissələri, Monqolistanda yerləşən Qobi səhrası, soyuq səhra iqliminin ən məşhur nümunələrindən biridir. Yəni, baxın bu hissəni biz rahat aydın şəkildə deyə bilərik. Qışda daxili Asiyanın digər bölgələri, yəni Mərkəzi Asiyanın digər bölgələri kimi çox sərt və şaxtalı hava şəraiti burada hökm sürür. Cənubi Amerikada da biz bunu eyni qaydada deyə bilərik harda? Atakama səhrasının cənub hissələrində, yaylalara, deməli Atakama səhrasında isə yaylar nisbətən mülayim keçir, fəsillər arasında temperatur fərqi çox az olur.
Soyuq səhra iqlimi ümumilikdə baxanda isti səhralara nisbətən daha yüksəkliklərdə yerləşir. Daha quraq olur. Əsasən 30-40 şimal və cənub enliklərində yerləşən mülayim iqlim qurşaqlarında yayılır. Yəni nisbətən gördüyünüz kimi 20-30 üstdən şimalda və ya cənubda formalaşır. Yoldaşlar, bu iqlim tipi üçün çox vaxt hündür dağların külək tutan, yəni yağış kölgəsi hissələrində formalaşır. Dağların qərb küləklərinin gətirdiyi rütubətli havanın qarşısını kəsdiyi üçün həmin ərazilərdə yağıntı az düşür və quraq şərait yaranır. Məsələn, Patagoniya bölgəsinə baxa bilərsiniz. Ant dağları qarşısını kəsdiyi üçün quraqlıq formalaşıb və burada məsələn ABŞ-ın mərkəzi ştatlarına baxa bilərsiniz ki, sahil sıra dağları gələn küləklərin qarşısını kəsdiyi üçün soyuq səhra şəraiti formalaşmışdır. Gəlirik yoldaşlar isti yarım səhra və soyuq yarım səhraya, BSH və BSK-ya. Gəlin nəzər yetirək. Bilirsiniz ki, yarı quraq, belə deyim, yarı quraq olan çöl və ya biz buna çöl zonalarına step də ümumi adı ilə adlandırırıq. Yayı quraq və ya step BS, yəni H və BS deyək ki, K tipləri. Bunlar necə fərqlənirlər? Bu iqlim quraq iqlimin bir yarım tipi hesab olunur və bu iqlim yağıntının miqdarının potensial transpirasiyasının az olduğu, lakin səhra iqlimində olduğu qədər aşağı olmadığı ərazilərdir. Yəni necə? Səhralarda rütubətlənmə misalı hədsiz aşağıdırsa, tutaq ki, 0.1-dən azdırsa, yarım səhralarda bu rəqəm 0.1 və 0.3-ə qədər qalxa bilir. Hansı ki, yarım səhraların bir qismi görürsünüz, subtropikdə Azərbaycanda da mövcuddur. Temperatur və digər iqlim xüsusiyyətlərindən asılı olaraq yayı quraq keçən iqlimin də müxtəlif növləri mövcuddur və onlar fərqli təbii zonaların, yəni biosenozların formalaşmasına səbəb olur. Birinci biz danışacağıq BSH-dan, yəni isti yoldaşlar, yarım səhralardan. Söhbət görək nədən gedir? Burada isti yayı quraq iqlim, yəni adətən tropik, subtropik qurşaqlarda 15-35 şimal və cənub enlikləri arasında yerləşir. Bu iqlim daha çox tropik savanna və rütubətli subtropik iqlim sahələrinin yaxınlığında müşahidə olunur. Yadda saxlayın. Tropik savannalarda və eyni zamanda biz dedik ki, rütubətli subtropik iqlim sahələrinə yaxın ərazilərdə formalaşır. Rənginə baxa bilərsiniz. Fikir verin. Tropik savannalar Afrikada, eyni zamanda cənubda baxın. Mərkəzi Afrikanın cənub hissəsinin mərkəzi bölgələrində, eyni qaydada Avstraliyada, bilirsiniz orada savannalar subtropika qədər gəlib çıxa bilirdi. Hindistanın mərkəzi Dekan yaylasında, Braziliyada, mərkəzi Amerikanın Boliviyadan üzü cənubu Argentina hissəsində, ABŞ və Meksika sərhəddində müşahidə eləmək mümkündür. Yoldaşlar, bu iqlim üçün səciyyəvi xüsusiyyətlər ondan ibarətdir ki, yaylar isti, bəzən çox isti keçir. Qışlar isə mülayim və sərin olur. Yağıntının miqdarı az və ya çox az olur. İsti, yarı, quraq iqlim əsasən subtropik səhraların kənar hissələrində geniş yayılıb. Bəs sual oluna bilər ki, müəllim, soyuq yarım səhralar hardadır? Soyuq yarım səhralar onlardan daha şimalda, əsasən mülayim qurşağın yüksək ərazilərində, təxminən bu artıq düşür 35-50-ci enliklər arasında yayılıb. Bu iqlim çox vaxt rütubətli kontinental və aralıq dənizi iqlimi ilə həm sərhəd sahələrdə formalaşır. Baxaq rəng çalarlarından görürsünüz, soyuq yarım səhraların yayıldığı ərazilərə diqqət edək. Avstraliyada daha cənub hissələr, Nallabor ətrafı və cənub-cənub-qərb hissə. Burada Amerika Birləşmiş Ştatlarının mərkəzi böyük düzənliklərində, İspaniyanın mərkəzi hissələrində, Cənubi Afrikanın Respublikasının mərkəzi hissələrində, Türkiyənin mərkəzi bölgələrində, deyək ki, Aralıq Qara dəniz ətrafı, Ukraynanın cənub Krım yarımadasında, Qazaxıstanın şimal hissələrində və Monqolistan və Çində qeydə alınır. Yoldaşlar, həmçinin iri su hövzələrindən uzaqda yerləşən materiklərin daxil ərazilərində geniş yayılıb, yəni kontinental bölgələrdə. Bu iqlim əsas xüsusiyyətləri nədən ibarətdir? Mən onu sizin diqqətinizə çatdırım. Yaylar isti və ya çox isti olur. Lakin
BSH-dan, yəni isti yarım səhradan fərqli olaraq iqlimi nisbətən daha mülayim keçir. Yağıntı az olduğundan yay mövsümü quraq olur. Qışları isə burada soyuq, bəzən isə hədsiz dərəcədə deyək ki, şaxtalı keçir. Qış aylarında hətta qar yağır. Lakin yağıntının miqdarı eyni enliklərdə yerləşən daha rütubətli iqlimlərə nisbətən xeyli az olur. Məsələn, okean sahili bölgələrdə yağıntı çoxdursa, bu materik daxil olduğu üçün yağıntı az formalaşır. Bu oldu soyuq yarım səhra tip. İndi yoldaşlar, biz sizə soyuq yarım səhrada olan bəzi şəhərlər haqqında da məlumat verək. Yəni yarım səhrada, isti və soyuq yarım səhralarda olan şəhərlər haqqında da məlumat verək ki, beynimizdə müəyyən qədər təəssürat yaranmış olsun yayıldığı ərazilər haqqında. Birincisi BSH, yəni bu bizdə olacaq təbii ki isti yarım səhralar. İsti yarım səhralarda olan ölkələrə nəzər yetirək. Amerika Birləşmiş Ştatlarında Honolulu, yəni bu baxın Havay adaları, Havay ştatındadır. Meksikada təbii ki biz bura deyəcəyik. Deməli, Monterrey şəhəri və Santiago de Querato şəhəri. Venezuelada Maracaibo şəhəri, hansı ki Maracaibo gölü ətrafındadır. Braziliyada Patos şəhəri, Petrolina şəhəri. Liviyada şimal hissələrdə təbii ki Tripoli şəhəri. Bu isti yarım səhralara düşür. Somalidə Mogadishu şəhəri. Eyni zamanda biz deyə bilərik ki, Senegalda Dakar, baxın bu hissədə görəcəksiniz. Rəngindən də siz bunu seçə bilərsiniz, baxın burada. Burkina Faso'da, baxın burada Ouagadougou şəhəri, Nigerdə Niamey şəhəri, Niamey hansı ki cənubudur Niger dövlətinin. Çadda N'Djamena şəhəri, Angolada, baxın bu hissədə Angolada Luanda şəhəri. Eyni zamanda biz deyə bilərik ki, Namibiyada Windhoek şəhəri, sahil bölgələr. İordaniyada Amman şəhəri, Yunanistanda əlbəttə ki Prey şəhəri. İspaniyada da mərkəz hissələrdə Alicante şəhərinin adını çəkə bilərik. Yoldaşlar, BSK, yəni soyuq iqlimlə bağlı isə biz deyə bilərik ki, bura düşəcək daha çox ABŞ-ın mərkəz hissələri, yəni ABŞ-da Denver, eyni zamanda biz deyə bilərik Casper, Butte şəhərləri. Kanadadan, baxın bu hissəsində görəcəksiniz. Lethbridge, yəni şəhəri. Kanadada Musco, yəni Musiejau şəhəri. Kanadada Saskatoon şəhəri, Saskatchewan ştatı yaxınlığı. Meksikada Zacatecas şəhəri. Açıq sarı rəngdə verilib görürsünüz. Argentinada Comodoro Rivadavia şəhəri. Eyni zamanda biz deyə bilərik ki, Eritreyada Asmera şəhəri. Rusiyada Astarxan şəhəri, hansı ki Xəzər sahili. Sonra Yəməndə Səna şəhərinin adını çəkə bilərik. Sonra Monqolistanda Ulan-Bator şəhəri. Suriyada Hələb şəhəri. Əfqanistanda Kabil şəhəri. Ardınca biz deyə bilərik ki, baxın bu hissədə Kabil şəhəri. Türkiyədə Konya mərkəzdədir, tam mərkəzdə. Rusiyada Ulan-Edu. Ermənistanda İrəvan. Azərbaycanda Bakı. Çində Tianjin, yəni şimal hissələr. Və Şianşuan şəhərləri. Bunlar soyuq yarım səhra iqlim tipinin formalaşdığı ərazilər hesab olunur. Yoldaşlar, biz bugün bu dərsimizdə sizlərlə arid, quraq iqlimlə bağlı geniş və ətraflı məlumat verməyə çalışdıq. Diqqətiniz üçün sağ olun. Növbəti dərslərimizdə artıq biz C qrupu, D qrupu və eyni zamanda Y qrupu iqlim qrupları haqqında geniş və ətraflı məlumatlar verəcəyik. Diqqətiniz üçün sağ olun. Hələlik.